Aha. Mənim izləyənlərim Otay, Azərbaycan, Cənubi Otay, Azərbaycanda daha bilirəm çox gəlir mesajlar ki, Mahirə xanımı gördünüz, görmədiniz, öz öğrencilərimdir. Bugün Mahirə xanımın qulluğundayıq və çox sevindim mən bu enerji aldım, bu dəyərli, fəxrli bizim qadınımızdan. Elə əsasda da bilirsiniz, qadın haqqı mahnısını mən təqdimatını eləmişəm. Mən deyərəm ki, illər boyu yaşasınlar və illər boyu bu enerjini tam dünya qadınlarına inşallah cari eləsinlər, sari eləsinlər və bu iki günləri mən vaxtlarını tutdum, öz ürəyimlə, öz anama, öz nənəmə, özüz dediniz, anadan yaxşı nənə deyək, öz nənəmə təqdimatını edirəm. Bir qadın bu proyektdir ki, 12 dilədir, inşallah yaxında təqdimatı olacaqdır, böyük beynəlxalq inşallah təqdimatı olacaq ki, Mahirə xanımın haqqındadır və mən icazə istəyəcəyəm ki, Könül xanımı dəvət edəm, burada bizim yanımıza gəlsinlər və siz Qıymadın mahnısı ki, çox gözəl bir hissə Mahirə xanımın yazılarındandır. Könül xanımın huzuru ilə burada inşallah bərabər bunun da təqdimatı. Qalsın Könül xanımda. Bu sizdə qalsın. Mahirə xanımda. Mən deyə bilirəm ki, indi Könül xanıma deyirdim, mən o yaşamlar ki, öz anam, öz nənəmlə yaşamışam, Könül xanım Mahirə xanımın yanında olubdur, dəyərli olubdur və o sözlər mən deyə bilirəm, ilahi hissələri mən eşitmişəm, o sözlərdə yazmışam. Bir anama təqdim elədim, bir bacıma təqdim elədim. Bacıma qıymadın, anama qadın. İkisi də sağ olsunlar. İnşallah yaxında izləyənlərimiz həttəmən bunun təqdimatın səsini də yaxından eşidəcəksiniz. Çox gözəl, çox sağ olun. Teşekkür ederim. Teşekkür ederim. Yok, bu ayakta verin Könül xanım sizə. Ne güzel. Çok sağ olun. Sağ olun.